zərbəni bu cür vururlar. Həm bədənini aparırlar, həm də ki, sıx vəziyyətdə yumruqlarını sıxırlar. Bu cür aparma, bu olmaz. Bu cür zərbə aparmaq düzgün deyil. Bu düzgün deyil. Çünki sən zərbəni apardığın anda rəqib sənin başına vura bilər. Bir də yumruğunu sıxılmış halda aparsan, sənin cəhdiyin olmayacaq. Diqqətən baxaq, əsl qaydanı göstərirəm. Bayrağı konfut döyüş sənətində əl zərbəsi necə etməlidir? Əlini boş saxlayırsan. İstəyir əlin çiyin məsafəsində olsun, istəyir əlin aşağıda olsun, istəyir əlin qarşıda olsun. Əsas odur ki, konfut döyüş sənətində başa düşmək lazımdır ki, azad döyüş növüdür. Əllərin harada olur olsun. Olduğu yerdən də zərbəni düzgün aparmalısan. Məsələn, əlimiz deyək ki, bu cür qaydada dayanıqdır. Çiynimizə yaxın saxlamışıq. Zərbə gedəndə su kimi aparsan əlini. Rəqibə çat zamanda əllərini bərkidib zərbəni tullayırsan. Və başın yerində qalmalıdır. Diqqətən baxaq. Bu birinci hissəsidir. Baxın. Bu birinci hissəsidir. İkinci hissə bədənin rəqsi olacaqdır. Daha güclü olacaq sənin zərbən və daha sürətli olacaq. Məsələn, bədən rəqsi müstəqil olmalıdır. Başın yerində qalmalıdır. Eyni də dirsək zərbəsində. Bəzən belə vururlar. Bu da olmaz. Başla bərabər olmaz. Dirsək zərbəsi yerində qalır. Diqqətən baxaq. Yerində qalır dirsək zərbəsi. Qaldırdığın zaman, diqqətən bax, yenə dediyim kimi, su kimi aparırsan, rəqibə çatanda başın yerdə qalmaq şəkildə. Yəni, bax, başını qabağa aparmamalısan. Bədən qabağa getməli deyil. Dirsəyini qaldırdın, apardığın zaman su kimi aparırsan, rəqibə çatanda çırpmalısan. Zərbəni çırpırsan. Diqqətən baxaq. Dirsək qalxdı. Baxın, diqqətən baxın. Çata-çatda çırpmalısan. Yəni, başını aparmalı deyilsən. Belə aparıb, belə buna olmaz. Bu qələmək deməkdir, vurmaq demək deyil. Diqqətən baxaq. Budur, bax. Hər iki tərəfdən. Özün yerində qalırsan. Vurdun, keçdin, zərbə, baş yerdə qalmalıdır. Döndürürsən, baş yerdə qalmalıdır. Bu ayaq zərbəsində də öz ayağına apardığın zaman öz ayağınla bərabər getməli deyilsən. Özün qal və ayaq geçsin, zərbə dəysin. Ayağı tulla yesin, zərbə dəysin. Eyni də barmaq zərbəsi. Yadınızda qalsın, heç vaxt belə barmaq zərbəsi vurmazlar. Vurarsan barmaqları sınar. Barmaqlar püşülməlidir. Diqqətən bax, püşülməlidir və püşülü halda bütün əzələlər birləşir və barmaq zərbəsini vura bilirsən. Bu cür vurarsansa qırlar. Yəni, diqqətli olun. Bəzən zərbə atmanın qaydalarını bilmirlər, nəsə gəldi, döyüşürlər, elə bilirlər ki, bunlar düzgün döyüşürlər. Elə də texnikaları bilirlər. Biz texnika göstəririk, hər şey gördüyünüz kimi deyil. Gələk müəllim ustad yanında olarsan ki, usta orada hansı məqamda zərbədən çıxacaq, hansı məqamda dönməli deyil. Yoxsa hər şey gördüyümüz kimi başa düşsək, ucuzar.